Esselamu Aleyküm və Rəhmətullah. Bizdən Hekayələrin əziz izləyiciləri, hər biriniz kanalımıza xoş gəlmişsiniz. Bugün nəhayət ki, podcast layihəmizin ilk qonağı ilə qarşınızdayıq. Çox həyecanlıyam açığı. Bugün ilk qonağım mənim bu həyatda ən sevdiyim, dəyər verdiyim bir insan, Əli müəllim. Yəni atam qonağımdır. Xoş gəlmisiniz Əli müəllim. Çox sağ olun, çox sağ olun. Necəsiz? Yaxşıyam, siz sağ olasınız. İlk öncə Allah razı olsun, dəvətimi qəbul elədiniz, gəldiniz. Mənim üçün çox qiymətlidir. İnşallah bizim üçün də, bizi izləyənlər üçün də faydalı olar. Dostlar, mən böyüklərin duasına, onların xeyir duasına çox inanan biriyəm. Ona görə də bu layihəmizi ilk atamla başlamaq istədim, onun xeyir duası ilə, onun məsləhətləri ilə, necə deyim, 71 illik bir həyat var qabağımda. Allah ömrünə bərəkət versin, amin. Onlarla başlamaq istədim. İlk belə başlamaq istəyirəm. Əli müəllimin həyatına baxdığımızda, çobanlıqdan ayaqqabıçılığa, o üstə tenis müəllimliyindən futbol hakimliyinə qədər fərqli yollar keçib. Dolu-dolu keçən bir həyat deyə bilərik onun ikisinə. Bu həyatın içində zəhmət, səbir, əzm hər daim ön planda olmuşdur. 71 illik bir ömür yolculuğu və onlarla həyat təcrübəsi. Dinləmək üçün çox səbirsizləndiyim bir həyat hekayəsidir əslində. Belə deyim, Əli müəllim, sizi mən qısa bir şəkildə öz gözümdən belə təqdim etdim. Və siz öz gözünüzdə özünüzü necə təqdim edərsiniz? Yəni, Əli müəllim kimdir? Mən Məmmədov Əli Qəmbəroğlu kimdir? 1954-cü il 5 iyul dünyaya gəlmişəm. İlk məktəbli illəri 1-ci sinifə getmişəm 1961-ci ildə. 71-ci ildə Hallavar orta məktəbini, tam orta məktəbini lazımı səviyyədə qurtarmışam adın səndə. Sonra tələbəli illər Azərbaycan Dövlət Bədən Tərbiyə İnstitutunu, daha sonra adını səndə futbol hakimliyini, futbol komissarlığını və axırıncı bir 20 il tenis idman növündən gənc nəslin yetişdirilməsində müəyyən, bacardığım qədər müəyyən əmək sərf eləmişəm. Yetirmələrim var, Respublika çempionatında oynayanlar. Çox sağ olun. Bildiyimiz kimi, Əli müəllim, uşaqlıq illəri insan həyatının təməlini təşkil edir. Orada nə yaşayırıqsa, nə hiss ediriksə, görürüksə, onlar ömrümüzə yayılır. Bəs sizin uşaqlıq dövrünüz necə keçmişdir? Mənim uşaqlıq devrim orta məktəbdə oxuduğum vaxtı çox keçmə-keçlik keçib, çox çətinliklərlə orta məktəbi oxuyub, sonra ali məktəbə daxil olmuşam Azərbaycan Dövlət Bədən Tərbiyə İnstitutuna, partiya sıralarına, ondan sonra nə deyim adın sən deyim, ali məktəbi lazımı qiymətlərlə, keyfiyyətlə qurtarmışam, sonra əmək fəaliyyətinə başlamışam, bir nömrəli ixtisaslaşdırılmış Olimpiya İttihatları Uşaq Gənclər İdman Məktəbinin məşqçi müəllimi və baş məşqçisi uzun müddət işləmişəm. Gənc nəslin təlim tərbiyəsində, idmana həvəsləndirilməsində lazımı səviyyədə işlər görmüşəm. Azərbaycan Respublikası İdman Nazirliyi tərəfindən, Respublika rəhbərliyi tərəfindən Azərbaycanın fəxri bədən tərbiyəsi və idman işçisi adına layiq görülmüşəm. Maşallah. Əli müəllim, çox kiçik yaşlardan belə deyək, iş həyatına atılmışsınız. Bu sizin həyatınızda nə kimi dəyişikliyə səbəb olub? Yəni uşaq vaxtından işləmək. Uşaq vaxtından Hallavar kəndində adın səndə ata-anama həmişə kömək eləyib, adın səndə Duyğulanırsa yoxsa deyil? Duyğulanıram, əlbət ki, adın səndə. Ata-anama hər cür kömək eləyib, evin bütün işlərində köməklik göstərmişəm. Qutarandan sonra da adın səndə Bakı şəhərinə gəlib Azərbaycan Dövlət Bədən Tərbiyə İnstitutuna daxil olmuşam. Sonra isə onu qutarandan sonra məşqçilik fəaliyyətinə başlamışam. SSR vaxtı futbol hakimliyinə getmişəm. Əli müəllim, burada mən araya girərək bir sual vermək istəyirəm ki, məsələn, öz sevdiklərinizi, ailənizi, ananızı, atanızı, yəni orada qoyub Bakıya gələnlər, yəni sizin üçün necə oldu, çətin oldu o ailənizdən, sevdiklərinizdən ayrılıb burada başqa bir həyat qurmaq?
Bakıya gəldikdən sonra çətin olsa da valideynsiz əmək fəaliyyətinlə məşğul olmuşam. Institut oxuya-oxuya başqa boş vaxtlarımda işləyib ailəmizə kömək eləmişəm, özümü dolanışığını eləmişəm. Məsələn, Əli müəllim, məsələn bu Bakıda yaşadığınız vaxtlarda belə başınıza belə qəribə bir hadisə gəlibmi? Belə təəccübləndiyiniz, bizlə bölüşə biləcəyiniz? Qəribə hadisələr adın səndə bəzi hallarda gəlib, onları elə belə nə deyim, həyatın öhdəsinə buraxmışam. Nə deyim? Belə. Əli müəllim, sizə belə bir önəmli bir sual vermək istəyirəm. Bilirsiniz ki, maddi sıxıntılar bir çoxumuz yaşayırıq bu həyatda. Həqiqətən bu dövrdə, yəni bu dövrə baxdığımızda insanların ən çətinlik çəkdiyi mövzuların başında gəlir maddiyyat mövzusu. Sizcə, maddi sıxıntıların insana öyrətdiyi nə dərslər var? Sizə öyrətdiyi nə dərs olur? Məsələn, maddi sıxıntı Maddi çəkdiyi. sıxıntılar mənə öyrətdiyi çətinliklər mənim üçün həyat təcrübəsi olub. Nə kimi? Bunu biraz aça bilərsiniz Nə bizə? kimi olub? Siz adın səndə o kimi olub ki, məsəl üçün ailə çox kasıb olduğundan mən məcbur olub işləmişəm. Yəni maddi sıxıntılar sizə nə kimi təcrübələr yaşatdı? İstəyə-istəyə oxumuşam, lazımi səviyyədə evə kömək eləmişəm yavaş-yavaş. Nəsə, belə. Belə. İndi hal-hazırda biz sizin tenis mərkəziniz Burqas Olusda tenis mərkəzi gedir də bura, elə deyilmi? Bəli, bəli. Məsələn, bu tenis sahəsinə necə oldu, məsələn, daxil oldunuz? Açıq deyəcəm, ona bu tenis sahəsinə daxil olmağımda mənim məsəl üçün tələbə yoldaşım, bir 14 il Naxçıvanda idman naziri olmuş Hümbətov Cəfər İslamoğlu tərəfindən mənə təklif olundu ki, gəl yoldaşına birləşək, işləyək bu idmanın yuxarı qaldırılmasında, təkmilləşdirilməsində mənə səni kimi yoldaşın köməyinə ehtiyac var. Mən də onunla razılaşıb 2003-cü ildə Təhsil Nazirliyinin Baş İdman İdarəsinin bir nömrəli ixtisaslaşdırılmış Olimpiya ehtiyatları uşaq gənclər idman məktəbində məşqçi müəllim kimi fəaliyyətə başlamışam. Maşallah. Mən uşaqlığımızda da mənim yadıma gəlir, sən bizi gətirirdin öz iş yerinə. Orada oynayırdıq və həqiqətən çox gözəl vaxtlar idi. Bizə çox şey qatdın. Allah razı olsun. Hətta yadıma gəlir, bizi Şəkiyə aparmışdın, yadında? Bəli, yadımdadır. Oraya getmişdik. Oradakı məsələn o ev sahibi kirayə qaldığımız günlərdəki o xalanı heç unutmuram. Orada olduğumuz komanda yoldaşlarımız və s. hamısı o qədər yaxşı idi ki, yəni uşaqlığımdan ən gözəl xatirələrimdən o mənim. Bəs bu tenis hələ də davam edirsən də, artıq maşallah 71 yaşım var və bu az bir yaş deyil, yəni böyük bir ömürdür də. Allah həqiqətən ömrünə bərəkət versin. Bu dövrdə də, bu vaxta kimi sən ən çox böyüklərlə daha çox sevmirsən öyrətməyi, yoxsa uşaqları ya da orta yaşları? Mən ən çox və ən davamlı kiçik yaşlı uşaqlarla işləməyi özümə borc bilirəm. Özü də mənim məşq prosesim həmişə təmənnasız olub. Heç bir uşaqdan bir qəpik almadan, bir qəpik, bir manat almadan mən bu məşqçilik fəaliyyətimi eləmişəm, indi də davam elətdirirəm. Onlara lazımı idmanın sirlərini öyrədirəm, tenis idman növünün sirlərini öyrədirəm. Onların da gələcəkdə məni kimi məsəl üçün əməksevər olmasını, əməkdə məsəl üçün fərqlənməsini istəyərdim. İnşallah, Allah nəsib etsin. Məsələn, indi sənin o tələbələrindən soruşsaq ki, Əli müəllim necə biridir, sevirsiniz onu, səncə onlar nə cavab verərlər? Səni necə təqdim edərlər, ifadə edərlər? Onlar hamısı birgə ancaq Əli müəllimin yüksək səviyyədə sevdiklərini, Əli müəllimin qayğılarından, onlara qarşı münasibətindən ağzı dolusu danışa bilərlər. İnşallah. Mən özüm də şahid olmuşam. Məsələn, sən danışıqlarından ki, uşaqlar həqiqətən səni çox istəyir. Bir müəllimdən ötə, bir müəllimdən əlavə, sən onlara ata kimi də davrandığını görürəm. Xüsusən yadındakı İbo adında İbrahim idi. İbrahimlə olan münasibətin mənə çox təsir eləmişdi. Əli müəllim, sona yaxınlaşarkən sizə belə bir sual vermək istəyirəm. Bizi izləyən hər yaşdan insan var və siz həm də bir ailə başçısısınız. Ailə ilə bağlı sizin üçün ailə nəyi ifadə edir?
Ailə mənim üçün müqəddəsdir. Ailə mənim üçün həyat deməkdir. Adını sən də mənim həyat yoldaşım, 2 qızım, oğlum, hamısı hər üçü ali təhsillidir. Adını sən də atasının, anasının yolu ilə gedirlər. Adını sən də belə də davam eləyirlər. Səncə ailədə, yəni ailə başçısı olmaq asan bir şeydir, yoxsa çətin bir şeydir? Ailə başçısı olmaq çox çətin və məsuliyyətlidir. Onu hər kişi, qadın, adını sən də onu lazımi səviyyədə yerinə yetirə bilmir. Mən çalışmışam həyat yoldaşımla bərabər ki, uşaqlarımızın təlim tərbiyəsi, ali məktəbi oxuması, həyatda özləri üçün yer tutması ən öncül söz-söhbətlərimizdən biri olub. Elə də uşaqlarım da, qızlarım, oğlum da elə bizim yolumuzla gedirlər. Lazımı həyat təcrübəsi toplayırlar. Hər bir onları tanıyan adamlar onlara ancaq müsbət fikirlərini deyə bilərlər. Əli müəllim, belə bir şey deyim. Mən bu layihəyə başlamaq istədiyimi deyəndə, Allah razı olsun, ən birinci elə sən dəstək verdin mənə. Dedin ki, elə mən də sənə dəstək olaram və olursan da həqiqətən. Allah səndən dünya axirət razı olsun, maddi, mənəvi. Həqiqətən Allah həyatda olanların canına sağlıq versin, valideynlərimizin, vəfat edənlərə də rəhmət etsin. Çox böyük bir nemətdir. Mən bunun fərqindəyəm, şükrünü əda edirəm. Sana yaxınlaşarkən belə bir sual da vermək istəyirəm. Məsələn, indi mən sənin qarşındayam deyə deyirəm. Bir övlad olaraq məndən razısanmı? Sevinç, qızım, siz mənim övladım olaraq sizdən həddən ziyadə razıyam. Atanın, ananın verdiyi adın sən təlim tərbiyəni, adın sən də həyat təcrübəni görürəm ki, necə lazım yüksək səviyyədə davam etdirirsiniz. Ona görə mən bir övlad kimi sizə başla, canla çox böyük minnətdarlığımı bildirirəm. Allah razı olsun. Məsələn, indi YouTube-a bir iş görməyə çalışıram. Allah üçün gözəl təbliğ etməyə çalışıram. Və məsələn, bu işimə necə baxırsan? Sizin bu çox nə deyim, məsuliyyətli işinə uğurlar arzulayıram. Çox belə məmnunam ki, belə yaxşı bir layihə hazırlamaq istəyirsən. Allah razı olsun. Nə köməklik varsa, mən bir valideyn kimi, ata kimi özüm bilirsən ki, həmişə sənin arxandayam. Nə lazımsa yüksək səviyyədə çalışıb onu eləyəcəm, eləməliyəm. Allah razı olsun həqiqətən. Son olaraq bizi izləyənlərə nə demək istəyərsən? Bizi izləyən bütün tamaşaçılara, ancaq onlara çox sağ ol deyərəm ki, bizim bu müsbət həyatı işimizi bəyənsinlər, lazımı səviyyədə, adınsa özləri də öz həyatlarında bunu çalışıb təbliğ eləyə bilsinlər. Nə deyim? Belə dostlar, bugünkü podkastımızın sonuna gəldik. Yenidən təşəkkür edirəm Əli müəllim sizə. Allah razı olsun, dəvətimi qəbul etdiniz, gəldiniz. Mənim üçün həqiqətən çox qiymətlidir. İnşallah həm ikimiz üçün gözəl bir xatirə olacaq Allahın izni ilə. Həm də bizi izləyənlərə inşallah gözəl bir video olmuşdur deyə düşünürəm. İnşallah faydalı olsun. Təşəkkür edirəm. Allah razı olsun. Allah'a emanet olun. Bizdən hekayələrin əziz izləyiciləri. Əssalamu aleykum və rəhmətullah. Çox sağ olun qızım, çox sağ olun. Bu dəqiqə çox həyəcanlıyam. Mən Allah işlərində sizə böyük müvəffəqiyyətlər arzu edirəm. Adın səndə bu işlərin qoy axarlı olsun. Mən özümü təqdim edeyim indi. Hə, təqdim edin. Qəlbə yatası işlər olsun adın səndə. Sizin də bu müsbət işlərinizdə bəzi yoldaşlar qoy adın səndə təbliğ eləməyə çalışsınlar. Amin. Həyəcanlıyam mən, bilmirəm. Bilirəm ki, izləyicilərə nə deyə bilərsən? Buna nə deyə bilərsən? Səni sevirəm ata. Allah səndən razı olsun.